Bu gün sizə diabet haqqında məlumat verəcəm. Diabet el arasında şəkər xəstəliyi dediyimiz xəstəlikdir. Diabet xəstəliyi xroniki xəstəlik olub, bir neçə növləri vardır. Bəzən xəstələr bir-birinə sual verirlər ki, sən diabetin hansı növüsən, hansı tipisən? Şəkərli diabet tip 1 və tip 2 şəkərli diabet olmaqla və hamiləlik zamanı rast gəlinən gestasional diabet dediyimiz bir durumda vardır. Tip 1 diabetdə orqanizmin insulin hormonu çatışmır. Tip 2 diabetdə isə orqanizmdə insulin hormonu olur, lakin orqanizm bunu düzgün istifadə edə bilmir. Hamiləlik diabeti isə hamiləlik zamanı yaranır, lakin qalıcı ola bilər və yaxud doğuşdan sonra keçə bilər. Hamiləlik diabeti olmuş xəstələrimiz nəzərə almalıdırlar ki, gələcəkdə şəkərli diabet olma riski daşıyırlar. Buna görə diqqətli olmaları tövsiyə olunur. Diabetin əlamətləri hansılardır? Şəkərli diabetin əlamətləri susuzluq, yorğunluq, gecə sidyə getmələr, çox sidyə getmələr, bunlar şəkərli diabetin əlamətləridir. Bəs şəkərli diabetdən necə qoruna bilərik? Şəkərli diabetin risk faktorları qarşısı alına bilən və qarşısı alına bilinməyən risk faktorlarla bölünür. Qarşısı alına bilməyən risk faktorları ailədən gələn genetik və irsi meyllilik, lakin qarşısı alınan risk faktorları isə çəki artıqlığı, piylənmə, qida vərdişi və az hərəkətlilikdir. Bunlara nəzarət etdikdə diabet xəstəliyindən qoruna bilərik. Diabet xəstəliyinin müalicəsi və təyini necə olur? Diabet xəstəliyində bəzi qan göstəricilərinə baxırıq. Ac qarına insulin, aclıq şəkəri, bəzən ehtiyac olarsa şəkər yükləməsi və 3 aylıq şəkər dediyimiz hemoqlobin A1C göstəricisi ilə diabet diaqnozunu qoya bilərik. Diabet diaqnozunu erkən təyin etməyimizin əsas məqsədi və üstünlüyü ondan ibarətdir ki, diabetin ağırlaşmalarının qarşısını ala bilək.